2026-cı ilin ən maraqlı cihazlarından hesab olunan Xiaomi Tag iddia etdiyi qədər faydalıdırmı? Apple AirTag-ə rəqib kimi təqdim olunan bu cihazın ən böyük üstünlüyü həm Android, həm də iOS ilə işləməsidir. Yəni onu həm Google Find Hub, həm də Apple Find My şəbəkəsinə qoşmaq mümkündür. Amma eyni anda yalnız bir sistem istifadə oluna bilər. Minimalist dizaynı, üzərində əlavə aksesuara ehtiyac yaratmayan bağlama dəliyi və cəmi 10 qram çəkisi gündəlik istifadəni rahat edir. IP67 qoruması sayəsində yağış və qısa müddətli su təması da problem yaratmır. Xiaomi Tag Ultra Wideband texnologiyasına malik olmadığı üçün AirTag kimi dəqiq istiqamət göstərmir. Lakin Bluetooth 5.4 və səs siqnalları vasitəsilə əşyanı tapmağa kömək edir. Burada vacib məqam odur ki, bu cihaz GPS izləməsi deyil. O yaxınlıqdakı smartfonların köməyi ilə yer məlumatlarını anonim şəkildə ötürür. Standart CR2032 batareyası ilə işləyən cihazın enerji ömrü 1 ildən çoxdur və batareyanı dəyişmək də çox asandır. Təhlükəsizlik məsələləri də nəzərə alınıb. Cihaz icazəsiz izlənməni aşkar edib xəbərdarlıq göndərə bilir. Nəticə olaraq Xiaomi Tag fərqli ekosistemlər arasında işləməsi ilə böyük üstünlük qazansa da, dəqiqlik baxımından hələ də AirTag-dən geri qalır.